oyunların vacib figuruna çevrilə bilmir son zamanlar. Bir növ Haaland üçün də fürsətdir bu görüş. Ötürmə, qapı qarşısına, başla ötürməni davam etdirir. Bilər diqqətlər hakimə, davam oynamaq lazımdır, var. Hər hansı şübhəli məqam varsa epizod dəyərlənə. Hadisələrin mərkəzində Real futbolçuları sağa çevirdilər. Trent futbolçularına dərhal əks hücuma bel bağlayıb Arbeloa'nın komandası irəliyə. Vinicius Junior. Orada top Erling Haaland'a çatmır. Müdaxilə kritik idi, vacib idi. Qızıl dəyərində idi Real üçün. Statistik göstərişlər hazırda ev sahiblərinin xeyrinədir. İlk oyunda sanki Man City 10 nəfərdən oynayır. Bunu yenə də bacararsan mesajı var Rüdiger üçün marka nəşrində. Modoglimt görüşü Simpson Sport'un YouTube kanalında və canlı efirində yayımlanır. Maraq doğuran, böyük maraq olan, bax bu siz Mustafa Kemal diqqətlər. Bax bu hücumda Real Madrid gəlir. Brahim Diaz. Daha bir təhlükəli hücumu gələ bilər. Vinicius'a fikir verin. Baxın Vinicius'a. Baxın bu oğlana. Qaçırdı epizodu. Vinicius Junior. Daha bir Real epizod. Daha bir fürsət. Əldən qaçır. Arda Güler əziyyətinə heyfi gəldi. Hərəkətdə olan, hərəkət eləyən divar var meydanda. Söhbət Thibaut Courtois'dan gedir. Liga mərhələsində futbol alışverişləri arasında kim olacaq? Bəlkə də 100 nəfərdən yalnız 1-2 nəfər. Bu iki Real Madrid'i qeyd. Manchester City səhdini keçər. Qeyd edim ki, ötürmə irəliyə. Rüdiger. Tchouaméni uzaqlarda forması ilə Dinhöyzen ötürmə irəliyə. Hər ötürməyə eşidirsiniz. Arda Güler. Buna qarşında məsuliyyət azalmır. İşarə gəlib, zərbə qapı istiqamət Madridin. Johnny Reinders idi, yox Erling Haaland'dan canlı sətdə dəyən top meydanı tərcih edir. Arbeloa. Boylanır. Ötürmə verə bilər. Brahim Diaz top istəyir. Yalnız indi ötürmə gəldi. Bu Federico Valverde'dir. Valverde daha bir təhlükə. City üçün ardadan dəqiq ötürmə. Brahim Diaz. Öndə Vinicius var. Əl ötürmə Arda Gülərə. Arda qaytardı. Mərkəz UEFA Çempionlar Liqasında maraqlı sualdır. Burada futbolçulara Arda Güler, Ruben Diaz topu geri dönüşlər olub, çox olub. Amma azlıqda meydanı tərk edənlərdən. Bax bu gün də yenə rəqib City'dir. Yenə də karyerasının ən yaxşı oyunlarından birini keçirə bilər. Yenidən Höyzen. Güler. Yara bilməyənlərdən biri bugün artıq meydanda yoxdur söhbət. Ötürmə Nuri istiqamətdən çıxaran Vinicius'la. Daha doğrusu Tchouaméni'nin topu indi Vinicius'la. Qapıçımızı gözə gətirərsən. Ötürmə yeriyə Rüdiger. Güler. Burada əlinə. Güler. Arda Güler yenidən topla. Fran Garcia. Əl oynadı. Bu cür deyir. Baxırıq bizdə. Nə baş verdi orada? Sağından atıb solundan keçirdi. Əynini dəyişir. Meydana daxil olacaq bir qədər sonra. Güler.